Salam, əziz abituriyentlər. Bugün sizlərlə loqaritma və onun xassələrini öyrənəcəyik. Əvvəlcə loqaritma nədir? Ondan başlayaq. Loqaritma qüvvətin tərs əməlidir. Qüvvət üstünün tapılmasıdır. Yəni, A üstü n bərabərdir B yazılışında buradakı qüvvət üstünün, yəni n-in tapılması əməlidir. Və bu n bərabərdir loqaritm A əsasdan B şəklində yazılır. Məsələn, biz bilirik ki, 2 üstü 3 8-dir. Bunu bu şəkildə yaza bilərik. Loqaritm 2 əsasdan 8 bərabərdir nəyə? Fikirləşirəm ki, 2-nin üstünə neçə yazsam 8 alaram. 2-nin üstünə 3 yazsam. Ona görə bunun cavabı eləyir 3. Məsələn, loqaritm 5 əsasdan 625. Düşünməliyik ki, 5 üstü neçə 625 edir. 625, 5 üstü 4'dür. 5 üstü 4, 625 olduğu üçün loqaritm 5 əsasdan 625 bərabərdir 4'ə. Yəni, qüvvətin tapılması işləmidir loqaritmləmə. Məsələn, loqaritm 3 əsasdan 3'də 1'dir. Düşünməliyik ki, 3'ün üstünə neçə yazsam 3'də 1 alaram. 3 üstü -1 3'də 1 eləyir. Deməli, loqaritm 3 əsasdan 3'də 1'in qiyməti -1'ə bərabərdir. Məsələn, loqaritm 4 əsasdan 16 neçə eləyər? 16 4'ün kvadratıdır. Deməli, 2 eləyər. Loqaritm 9 əsasdan 81. 81 9'un kvadratıdır. Deməli, 2 eləyər. Loqaritm 3 əsasdan kök altda 3. 3 üstü neçə kök altda 3 eləyər? 3 üstü 2'də 1 kök altda 3'ə bərabər, düzdürmü? Deməli, loqaritm 3 əsasdan kök 3'ün qiyməti 2'də 1'dir. Məsələn, loqaritm 4 əsasdan kub kökdə 4'dür. Kub kökdə 4, 4 üstü 3'də 1 deməkdir. Deməli, bunun cavabı 3'də 1 eləyir. Yəni, loqaritmin mahiyyəti odur ki, loqaritmaltı ifadəni, yəni, bax, buradakı B-ni almaq üçün A-nı neçənci qüvvətə qaldırmalıyıq? Hansı qüvvətə qaldırmalıyıq? Baxın, o loqaritmləmə işləmidir. İndi isə gəlin loqaritmin xassələrini öyrənək. Görək hansı xassələri var. Birinci xassəmiz ümumiyyətlə təməl tərifini ifadə edir. Loqaritmin, yəni mahiyyətini. Loqaritm A əsasdan A. Yenə nə düşünürük? A-nın üstünə nə yazsam elə A-nın özü qalar? 1 yazsam. Deməli, cavab eləyir 1. Yəni, loqaritmin əsası ilə qarşısı eyni olduqda cavab eləyəcək 1. Məsələn, loqaritm 3 əsasdan 3 1'dir. Loqaritm x əsasdan x yenə 1'dir. İkinci, loqaritm A əsasdan 1'ə baxaq. Siz düşünməlisiniz ki, A-nın üstünə neçə yazsam cavab eləyər 1. Aydındır ki, A üstü 0 1'dir. 0 üstü qüvvət vahidə bərabərdir. Deməli, loqaritm A əsasdan 1 bərabər olacaq 0'a. Bu qədər. Sonra, üçüncü, loqaritmin əsası 10 olarsa, buna deyilir onluq loqaritm, qısaca LC-A şəklində yazılır. Məsələn, LC100 görəndə siz düşünməlisiniz ki, loqaritmin əsası 10'dur və 10 üstü neçə yazsaq 100'ə çevrilər? 10 üstü 2 yazsaq. Deməli, LC100 eləyir 2. Məsələn, LC1000. Neçə yazsaq 10'un üstünə 1000 eləyir. 10 üstü 3000 eləyir. Məsələn, LC 0,1. Bir fikirləşək. 0,1 elə 10'da 1 deməkdir. 10 üstünə neçə yazsam 10'da 1 eləyər? -1 yazsam, düzdürmü? Deməli, bunun cavabı eləyir -1.
Bax belə. Sonra deməli LC onluq loqaritmdir. Dördüncü, loqaritmin əsası E ədədi olarsa, E irrasional ədəd idi. Təqribən 2,7 idi, xatırlayın. Loqaritmin əsası Y ədədi olarsa, ona deyilir natural loqaritm və qısaca ln A şəklində yazılır. Məsələn, ln Y əsası da Y-dir, özü də Y-dir. Cavab eləyir 1. Məsələn, ln Y üstü 5. Bunun əsası Y-dir. Y'nin üstünə nə yazsam Y üstü 5 alaram? Elə 5 yazsam. Məsələn, ln 1. Ln əsası Y-dir. Y üstünə neçə yazsam 1 olar? 0 yazsam. Bax belə. Növbəti 5-ci xəstə. Eyni əsaslı loqaritmləri toplayan zaman loqaritm olduğu kimi qalır əsası. Loqaritm altı ifadələr vurulur. Loqaritm altı ifadə deyəndə B ilə C-ni nəzərdə tuturuq. Görürsünüz, əsasları eynidir. O zaman loqaritm A əsasdan B vur C yazırıq. Bunu əgər qarışdırırsınızsa, öyrənməkdə çətinlik çəkirsinizsə, belə müqayisəli şəkildə öyrənə bilərsiniz. Axı, loqaritm qüvvətin tapılması işləmidir. Yəni, qüvvətə qaldırmanın elə bil tərs variantıdır, deyək də belə. Biz bilirik ki, eyni əsaslı qüvvətləri vurarkən üstlər toplanır. 2 üstəgəl 5, 7 eləyir. Burada da tərsi nədir? Toplama vurmaya keçir. Qüvvətdə vurma toplamaya keçirdi. Burada isə toplama vurmaya. Məsələn, loqaritm LC deyək də, LC 4 üstəgələk LC 25. 10 olanda LC yazırıq. Əsaslar eynidir. 4-ü 25-ə vuruq 100. LC-nin əsası da 10-dur. 10 üstü neçə yazsaq 100 eləyər? 10 üstü 2 yazsaq cavab eləyir 2. 5-6-cı xəstə. Loqaritm A əsasdan B çıxaq loqaritm A əsasdan C. Əgər toplama vurmaya keçdisə, çıxma da bölməyə keçər. Loqaritm A əsasdan B bölək C olar. Məsələn, loqaritm 2 əsasdan 12 çıx loqaritm 2 əsasdan 3. Əsasları eynidir. O zaman çıxma bölməyə keçir. 12-ni bölürük 3-ə, eləyir 4. Loqaritm 2 əsasdan 4. Və 4 2-nin kvadratıdır, düzdürmü? 2-nin kvadratı 4 eləyir. Ona görə loqaritm 2 əsasdan 4 bərabər olur elə 2-yə. Növbəti xəstə 7-ci. Loqaritmin altındakı ifadədə qüvvət varsa, loqaritmin əsası burada A-dır, qarşısı isə B-dir. Yəni, loqaritm altı ifadə. Və B-nin qüvvəti olarsa, həmin qüvvəti əmsal şəklində qarşıya atırıq. N vuraq, loqaritm A əsasdan B. Məsələn, loqaritm 4 əsasdan 64-ü hesablayaq. 64 4-ün kubudur. 4 əsasdan 4-ün kubu yazsaq, kubu qarşıya keçsəm, 3 vuraq, loqaritm 4 əsasdan 4. O da loqaritmin əsası ilə qarşısı eynidirsə, baxın, birinci xəstə. Cavab nə eləyir? 1 eləyir. Ona görə loqaritm 4 əsasdan 4 1 eləyəcək. 3 vuraq 1 eləyir 3. Həqiqətən də loqaritm 4 əsasdan 64 elə 3 demək idi. Çünki 64 4-ün kubudur. Həmin nəticəyə belə də gələ bilirik. Daha bir nümunə deyəcəm. Loqaritm B əsasdan 5-ci dərəcədən B kvadratını tapmaq lazımdır. O zaman kökü qüvvətə keçsəm, B üstü 5-də 2 yaza bilərdik, düzdür? Kökün dərəcəsini məxrəcə yazırıq uşaqlar. Öz üstünü sürətə. O zaman 5-də 2 əmsalını qarşıya atsam, 5-də 2 vuraq, loqaritm B əsasdan B. Loqaritm B əsasdan B eləyir 1.
5-də 2-ni də 1-ə vuranda eləyir 5-də 2. Davam eləyirəm 8-ci xəstə ilə. Loqaritmin əsasının qüvvəti qarşıya tərs əmsal kimi keçir. Yəni, buradakı m, m-də 1 olaraq qarşıya keçir. Loqaritm m əsas, üzr istəyirəm, a əsasdan b. Məsələn, loqaritm 125 əsasdan 5-i hesablayaq. 125 5-in kubu deməkdir. Loqaritm 5-in kubu əsasdan 5. Və bu kubu qarşıya tərsinlə keçirdirəm. Yəni 3-də 1 kimi loqaritm 5 əsasdan 5, bu eləyir 1, qalır 3-də 1. Daha bir nümunə deyəcəm. Məsələn, loqaritm kök altında 3 əsasdan 3-ü hesablayaq. Burada kök altında 3-ü qüvvət kimi yazaq. Dərəcəsi 2 deməkdir burada. Üstü də 1 deməkdir. 3 üstü 2-də 1. Burada da 3. Bu 2-də 1-i qarşıya keçirdəndə tərsinlə keçirdirəm. 2-də 1-in tərsi olur 2. Loqaritm 3 əsasdan 3. Bu eləyir 1, qalır 2. Burada bir xatırlatma eləmək istəyirəm. Ola bilsin ki, mən birbaşa yazıram, kimsə unudub. N-ci dərəcədən A üstü M-i qüvvət şəklində yazanda kəsr xətti çəkirdik. Kökün dərəcəsini məxrəcə, öz qüvvətini isə sürətə yazırdıq. Bax belə. Yəni ona görə 3 üstü 2-də 1 yazdıq. Və mən indi bu 7-ci və 8-ci xassələrin hər ikisi olan hala baxırıq. Baxın, burada qarşıda qüvvət var idi. Bu birində əsasında ola bilər ki, hər ikisində qüvvət olsun. Loqaritm A üstü M əsasdan B üstü N olsun. O zaman nə edirsiniz? Bir dənə kəsr xətti çəksiniz. B yuxarıdadır, yoxsa aşağıda? B A-ya nəzərən yuxarıdadır. Ona görə B-nin qüvvətini yuxarıya yazırıq. A aşağıdadır. A-nın qüvvətini isə aşağıya yazırıq. Bunlar getdi. Qaldı loqaritm A əsasdan B. Məsələn, nümunə göstərək. Loqaritm 128 əsasdan 64-ə baxaq. 128 2 üstü 7-dir. 64 isə 2 üstü 6-dır. Kəsr xətti çəkdim. 6 yuxarıdadır sürətə, 7 aşağıdadır məxrəcə. Bunlardan qutardım. Loqaritm 2 əsasdan 2 də elə 1 deməkdir. Loqaritmin əsası ilə qarşısı eynidirsə cavab 1-dir. Qalır 7-də 6. Bax belə. Davam edirik. 10. 10-cu xassəyə loqaritmanın əsas eyniliyi deyilir. A üstü loqaritm B əsasdan C olarsa, burada nə edəcəksiniz? B sabit qalır. Elə bil ki, B-ni mismarlayıram, tərpənməz saxlayıram. A ilə C yerini dəyişir. O zaman olur C üstü loqaritm B əsasdan A. Məsələn, 3 üstü loqaritm 3 əsasdan 25-i hesablayaq. Ortadakı 3-ə dəymirəm. 25-i 3-ün, 3-ü 25-in yerinə yazıram. 25 üstü loqaritm 3 əsasdan 3. Loqaritm 3 əsasdan 3 1 deməkdir. 25 üstü 1, 25. Məsələn, 49 üstü loqaritm 7 əsasdan olsun neçə 3-də 1. Mən nə edirəm? 7-ni tərpətmirəm. 3-də 1-i 49-un, 49-u da 3-də 1-in yerinə keçirdirəm, dəyişirəm. Olur 3-də 1 üstü loqaritm 7 əsasdan 49. Loqaritm 7 əsasdan 49 nə deməkdir? 49 7-nin kvadratıdır. Ona görə bunun qiyməti eləyir 2.
və o zaman 3'də 1 üstü 2, yəni 9'da 1 alırıq. Bax belə. Bu çox vacib xassədir, çox istifadə olunur. Sonra davam edirəm. 11-ci xassə. Loqaritmin əsası ilə qarşısı yerini dəyişərsə, yəni loqaritm A əsasdan B, burada B ilə A-nın yerini dəyişsəm, cavab tərsinə dəyişir. Olur 1 bölək loqaritm B əsasdan A. Gəlin bir nümunə üstündə xassəni tam olaraq dərk eləyək. Məsələn, loqaritm 4 əsasdan hesablayaq 256-nı. 256 4'ün üstü 4'dür. Bu 4'ə misal kimi atsam qarşıya 4 vuraq. Loqaritm 4 əsasdan 4. Bu deyilir 1. Qalır 4. Cavab olur 4. İndi yerini dəyişək. Loqaritm 256 əsasdan 4'ə baxaq. 256 yenə 4 üstü 4'dür. Aşağının qüvvəti daxil. O qarşıya tərs keçir. Yəni 4'də 1 kimi 4'də 1 loqaritm 4 əsasdan 4. Bu da eləyir 1, qalır 4'də 1. Və beləliklə loqaritmin əsası ilə qarşısının yeri dəyişəndə bayaq 4 idi, indi oldu 4'də 1. Tərsinə dəyişir. Məsələn, loqaritm 5 əsasdan 25. 25 5'in kvadratıdır. Kvadrat keçdi qabağa. 2 vuraq. Loqaritm 5 əsasdan 5 1'dir. Qalır 2. İndi loqaritm 25 əsasdan 5'ə baxaq. 25'i yazıram 5'in kvadratı. Bu 2'ni qarşıya tərs keçirdirəm. 2'də 1. Loqaritm 5 əsasdan 5. Eləyir 1. Qalır 2'də 1. Baxın. Loqaritm 5 əsasdan 25'ə 2 almışdıq. Burada. Amma burada 2'də 1 aldıq 25 əsasdan 5'ə. Yəni xassə özünü doğruldur. Əsasıyla loqaritm 6 ifadə yer dəyişəndə cavab tərsinə dəyişir. Burada belə bir xassə də deyəcəm sizə o zaman. Daha doğrusu xassə yox da tənasübün xassəsi. Çarpaz vursam loqaritm A əsasdan B vuraq. Loqaritm B əsasdan A bərabər 1 olur. Sizə burada bir asan yadda saxlanacaq yol deyim. B yuxarıdadır, burada aşağıda. Bir kəsir kimi düşünsəz, ixtisar gedər A. Nə qalar? Loqaritm A-dan A qalar. O da onsuz da 1 deməkdir. Gördünüz, cavab 1 ödənir. Məsələn, bunu daha çox sayda hasillərdə istifadə edə bilərsiniz. Loqaritm A əsasdan B vuraq. Loqaritm B əsasdan C vuraq. Loqaritm C əsasdan D və s. Baxın. B yuxarıda aşağıda, C yuxarıda aşağıda getdi. Qaldı loqaritm A əsasdan D şəklində. Belə. Bunu da dedik. İndi bir məqamı da vurğulamaq istəyirəm. Loqaritmin nə əsası, nə də loqaritm 6 ifadə mənfi ola bilməz. A da müsbət olacaq. B də müsbət olacaq, heç sıfırda olmaz. Və əsası 1'dən fərqli olacaq. Yəni A 1 ola bilməz heç vaxt. Çünki 1 olsa belə deyiş, marağı qalmır araşdırmağın. Çünki 1'in üstü istənilən ədəd yenə 1 eləyəcək. Ona görə nə əsasa 1 yaza bilərik, nə də ki qarşısındakı ifadəyə. Daha doğrusu üzr istəyirəm, əsasa 1 yaza bilmərik, amma B-yə yaza bilərdik. Bayaqlar ikinci xassə dediyi, qarşısındakı ifadə 1 olarsa cavab 0 idi. İndi gəlin loqaritmin xassələrini test həllində görək. Davam edirik. Məsələn, birinci suala baxaq. Bərabərliklərdən hansı doğru deyil? A variantını araşdıraq. Elci 0,100.000-də 1 -5 verir. Gəlin burada hesablayaq. Elci 0,100.000-də 1. Elcinin əsası 10 deməkdir. 100.000-də 1'i adi kəsrə çevirsəm 100.000-də 1. Bu da
100.000 10 üstü 5'dir. 1 bölü 10 üstü 5. O da elci 1 bölü 10 üstü 5 əvəzinə 10 üstü mənfi 5 yazmaq olar da. Və bu mənfi 5-i əmsal kimi qarşıya ata bilərəm. Xatırlayaq hansı xassədir? Baxın 7-ci xassə. Qüvvətdə n var idi, n-i əmsal şəklində qarşıya atdıq. Burada da mənfi 5-i qarşıya atsam, qalır elci 10. Elcinin əsası da 10-dur. İkisi də eyni olanda cavab eləyir 1. Bu da birinci xassədir. Ən birinci öyrəndiyimiz loqaritm A əsasdan A axı 1-dir. Ona görə qalır həqiqətən mənfi 5-i 1-ə vuranda mənfi 5. A variantı doğrudur. B variantı. Elci 49. 49-u necə yaza bilərəm? 7-nin kvadratı. Kvadratı atdım əmsala. Qaldı 2 vuraq, elci 7. Doğrudur da. C bəndinə baxıram, elci 24. Uşaqlar, görün nə yazıb? Elci 24-ü yazıb, elci 8, üstəgəl elci 3. Eyni əsasda toplama vurmaya keçirdi. Deməli, 5-ci xassəni görürsünüz burada. Əsasları eynidirsə, toplamanı vurmaya keçirdə bilirik. O zaman 8-i 3-ə vuranda eləyir 24. Yəni, doğrudur. D variantı. Elci 9-un əvəzinə elci 18 çıx elci 2 verib. Çıxmanı bölməyə keçirsəm, 18-i 2-yə böləndə 9 eləyir həqiqətən. Elci 9 doğrudur. Y variantında səhv nədədir? Burada toplama yazmalıydı ki, 3-ü 7-yə vurub 21 yaza bilək. Amma o vurma yazıb. Ona görə bu səhv olan Y variantıdır. Məsələn, 3-cü suala baxıram. Burada 3 ilə 7 yer dəyişər. Bayaqları öyrəndiyimiz xassə 10. Xassə ona baxın. Nə dedik? Dedik, B-dən sabit saxlayıram. A ilə C yer dəyişir. Görürsünüz, B yerində qalır. İndi bizdə B 7-dir. Yəni, 7-ni yerində saxlayıram. 7 yerində qaldı bu. Və 3 ilə 7-nin yeri dəyişdi. Oldu 3'tü loqaritm 7-dən 7. Loqaritm 7-dən 7 1-dir. 3'tü 1 deyir 3. Bunu tapdıq. İndi yenə eyni qayda ilə 25 ilə 2-nin yeri dəyişir. Baxın, bu 5 sabit qalır. 2 25-in 25 də 2-nin yerinə keçir. Olur nə? 2 üstü loqaritm 5 əsasdan 25. Loqaritm 5 əsasdan 25 eləyir 2. 2 üstü 2. O da eləyir 4. Birinci hissədə 3 almışdıq. İndi isə 4 cəmi eləyir 7. Məsələn, 4-cü sualda yenə bu xassə var. Yəni, buradan yazaq. 9 çıxaq 4 üstü. Loqaritm 16 əsasdan 49. Hətta mən sizə bir deməli tövsiyə eləyərəm. Loqaritm 16 əsasdan 49-a baxın. 16 4-ün 49 isə 7-nin kvadratıdır. Biz xassəyə görə kəsr xətti çəkirik. 2-ni, baxın, bu 2-ni yuxarı, bu birisi 2-ni aşağı atırıq. 2, 2, getdi. Qaldı loqaritm 4-dən 7. 2-lər də ixtisar gedir. Eləyir loqaritm 4 əsasdan 7. Baxın, loqaritm 16 əsasdan 49, 4 əsasdan 7 oldu. Onda mən həmişə belə deyirəm ki, uşaqlara, elə bir kök aldınız hər ikisindən. Eyni dərəcədən kök aldınız. Yəni 16-dan da 49-dan da ikinci dərəcədən kök alsaq, nə qalar? 4 əsasdan 7. Burada da xassəyə görə 7 4-ün, 4 7-nin yerinə keçir. Bu 4 tərpənməz qalır. Olur 9 çıxaq 7 üstü loqaritm 4 əsasdan 4. Loqaritm 4 əsasdan 4 də eləyir 1. 9 çıxaq 7 üstü 1. Yəni 9 çıx 7 o da eləyir 2. Məsələn, 5-ci suala baxın. Yenə 11 üstü
loqaritm 11 əsasdan 7 üstəgələk 7 üstü 1 bölək loqaritm 5 əsasdan 7. Deməli, bu 11-i tərpətmirəm. 7-ni 11-in, 11-i də 7-nin yerinə yazıram. 7 üstü loqaritm 11 əsasdan 11 plus 7 üstü. İndi burada nəyə diqqət edirəm? Mən bu ifadəni kəsirdən necə qutara bilərəm? Kəsirdən qutarmaq üçün tərs çevirməliyəm. Bir xatırlatma eləyək. Burada 11-ci xassəyə diqqət edin. Loqaritm A əsasdan B 1 bölək B əsasdan A-dır. İndi 1 bölək loqaritm 5 əsasdan 7 tərs çevirsək 7 əsasdan 5-dir. Loqaritm 7 əsasdan 5. Yəni 7 ilə 5 var ha. Bunların öz aralarında yerini dəyişəndə cavabı tərs çevirməliyik. Yəni kəsri tərs çevirməliyik. O zaman burada da 7-ni tərpətmirəm. 5-i 7-nin, 7-də 5-in yerinə keçir. Bu hissədə isə loqaritm 11 əsasdan 11 nə edir? 1. 7 üstü 1 üstə gələk. 5 gəldi aşağı, 7 yuxarı. Loqaritm 7-dən 7 elədi 1. Qaldı 7 üstü 1, 7, 5 üstü 1, 5. Cəmi elədi 12. Məsələn, 7-ci suala baxaq. Eyni əsaslı loqaritmləri toplamaq lazımdır. Toplayarkən əsas olduğu kimi qalır. 3-ü 5-ə vururuq. Loqaritm 225 əsasdan 15. 225 15-in kvadratıdır. Burada da 15 yazıram. Və bu qüvvət qarşıya necə keçir? Tərs keçir. 2-də 1. Loqaritm bundan qutardıq 15-dən 15. Loqaritm 15-dən 15 nə eləyir? 1 eləyir. 2-də 1-i də 1-ə vuranda qalır 2-də 1. Məsələn, 8-ci sual. Loqaritm 2 əsasdan 9 hansı iki ardıcıl tam ədəd arasındadır? Çox sadə. 9-un içində 2-nin maksimum hansı qüvvəti var? 2 üstü 3 var da 8. Deməli, əgər loqaritm 2 əsasdan 8 olsaydı, cavab 3 eləyərdi. Onda loqaritm 2 əsasdan 9, 3-dən biraz artıqdır. 3 tam nə qədərdir? O da 3 ilə 4-ün arasında yerləşir. 10-cu sualda. Elci 125 bölək elci 5. Elci 125 böl elci 5. 125'i nə yazıram? 5'in kubu. Və burada kubu əmsal kimi qarşıya atıram. 3 vuraq elci 5. Burada da elci 5. İxtisar gedir. Qalır 3. Çıxma bölməyə keçir. Loqaritm 3 əsasdan 72 çıx 3 əsasdan 8. O da eləyir 3 əsasdan 72 böl 8, yəni 9. Loqaritm 3 əsasdan 9. O da eləyir 9 3-ün kvadratıdır. Cavab 2. Məsələn, 13-ə baxaq. Sinus pi bölək 6-da nə alır? Sinus pi böl 6-da 30 deməkdir da. 2-də 1 alır. Loqaritm 2 əsasdan 2-də 1. 2-də 1 2-nin tərsidir. Və 2-də 1 əvəzinə 2 üstü mənfi 1 yazmaq olar. Mənfi 1 nə dedik? Qabağa çıxır dedik. Əmsal kimi. Loqaritm 2 əsasdan 2 qalır. Bu onsuz da 1'dir. Qalır mənfi 1. Toplama yenə vurmaya keçir. Çıxma bölməyə. Məsələn, 17-yə baxın. Elci 2 üstə gələk elci 25 çıx elci 5. Əvvəl toplamanı vurmaya keçirsəm elci 2-ni 25'ə vurdum 50. Çıx elci 5. Çıxmanı da bölməyə keçirsəm 50-ni 5'ə böləndə 10. Elcinin əsası neçədir? Elə 10'dur. 10 əsasdan 10 da eləyir 1. Sonra 18.
18-də nəyə diqqət eləyirəm? Elci tangens 1, elci tangens 2, tangens 3 və s. Tangens 50-yə qədər yazıb. Arada bir yerdə elci tangens 45-də var. Tangens 45-də nə alır? 1. Qalır elci 1. Loqaritmin qarşısı 1-dirsə, cavabı 0-dır. Bayaq dedik, bir də xatırlatma eləyək. Yuxarıda ikinci xəssə. Çünki A üstü 0 1 idi. İndi elcidə də əsası 10-da axı. 10 üstü 0 axı 1 eləyir. Ona görə elci 1 cavab 0. Və bu 0 olduğu üçün 0-ı nəyə vururuq vuraq? Ümumi 0 eləyəcək. 19-cu suala baxmaq istəyirəm. Burada isə digər bir xəssə var. Belə bir xəssə var idi. Cəmi 90 dərəcə olan bucaqlarda sinus kosinusa, tangens katangensə bərabərdir. Məsələn, burada tangens 40 ilə tangens 50-yə baxsam, tangens 50 elə katangens 40 deməkdir, düzdürmü? Tangens 41, bundan əvvəl katangens 49 deməkdir. Üzr istəyirəm, bir dəqiqə. Bura belə idi da. 50-dən əvvəl tangens 49 var axı. Tangens 49 elə katangens nə deməkdir? 41. Baxın, lap açıq yazsam. Burada nə yazıb? Elci tangens 40, tangens 41, 42 və s. tangens 50-yə qədər. 40-dan 50-yə qədər. Tangens 50 elə kod 40-dır. 50-dən əvvəl tangens nə var? 49. Tangens 49, katangens 41'dir. Ondan əvvəl 48 var. O katangens 42'dir və s. Onda tangens 40'la tangens 50'ni vuranda nə eləyər? Əgər gəlin vuraq tangens 40'ı tangens 50'yə. Əgər dediksə ki, tangens 50 ilə katangens 40'dır. Əvəzləsəm, tangens 40 vuraq, katangens 40. Eyni bir bucaqda tangenslə katangensin hasili 1'dir. Ona görə bu ikisinin hasili 1'dir. Eyni qayda bu qayda ilə 2 ikilikdə 1 eləyir. Bu ikisi 1, ikisi 1, belə-belə. Hamısı 1 eləyir, qalır elci 1. Loqaritmin qabağı 1-dirsə cavab eləyir 0. Gəlin 20-ci suala baxaq. Loqaritm 3 əsasdan 9 kökdə 3'ü araşdıraq. Qüvvət şəklində yazsam, loqaritm 3 əsasdan 9 3'ün kvadratıdır. Kök 3 də 3'dü 2'də 1'dir. Vuranda üstlər toplanır. 3 əsasdan 3'dü 2 tam 2'də 1. Əmsala keçir 2 tam 2'də 1. Qalır 2 tam 2'də 1 vuraq. Loqaritm 3 əsasdan 3. Loqaritm 3 əsasdan 3 eləyir 1. Eləyir 2 tam 2'də 1 ya da 2 tam 10'da 5. Veya 5 bölü 2 bax belə. 22'yə baxaq. 3 üstü 2 bölək. Loqaritm 5 əsasdan 3. Əvvəl kəsirdən azad eləyək. Kəsirdən qurtarmaq üçün nə etməliyik? Sürətə qaldırmalıyıq. Sürətə necə qaldırıram? 5 ilə 3'ün yerini dəyişərək. 2 vuraq. 3 əsasdan 5. Uşaqlar, biz nə dedik? Dedik ki, burada qüvvət varsa qarşıya əmsal kimi keçir. Onda həm də geri qaytarıb bu 2'ni 5'in üstündə yaza bilərikmi? Onlar 3 üstü. Loqaritm 3 əsasdan 5 üstü 2. O da 3 üstü loqaritm 3 əsasdan 25. 25 3'ün 3 25'in yerinə keçsə bərabər olacaq. 25 üstü loqaritm 3 əsasdan 3. Bu eləyir 1. Cavab qalır 25. Məsələn 24-cü suala baxaq. Loqaritm 3 əsasdan 5 vuraq 25 əsasdan 27.
Loqaritm 3 əsasdan 5 vuraq. 25-i necə yazaram? 5-in kvadratı, 27-ni də 3-ün kubu. Əmsal şəklində qarşıya keçsən, kəsir xətti çəkirdik. 3 yuxarı, 2 aşağı. Bunlardan qurtardıq. Loqaritm 5 əsasdan 3 qaldı. 2-də 3-ü qarşıda yazsam, vuruqların yerini dəyişə bilərik. Loqaritm 3 əsasdan 5 vuraq, 5 əsasdan 3. Bu iki ifadə bir-birinin tərsidir. Niyə tərsidir? Yerlərini əsası ilə qarşının yeri dəyişəndə cavab tərs çevrilir. Hətta bir qısa yol öyrətdim. 5-lər ixtisar getsə nə qalır? Loqaritm 3-dən 3. O nə eləyir? 1. Qalır 2-də 3 vur 1, yəni 2-də 3. Sonra gəldik 27-ci suala. 27. Loqaritm AB əsasdan B bərabərdir loqaritm kök altı 3 əsasdan 3 olduqda loqaritm B əsasdan A-nı soruşur. Əvvəlcə mən sağ tərəfi hesablayacağım. Loqaritm kök altı 3 əsasdan 3-ü. Kök altında 3, 3 üstü 2-də 1-dir. 2-də 1-i də qarşıya tərs çevirsəm, 2-də 1-in tərsi eləyir 2 vuraq. Loqaritm 3 əsasdan 3. Loqaritm 3 əsasdan 3 elə 1 deməkdir. 2-ni də 1-ə vuranda eləyir 2. Yəni, misalımızın sağ tərəfi 2 elədir. Yəni, loqaritm AB əsasdan B 2-dir. Məndən B əsasdan A-nı istəyir. Əgər buradakı bu hasil var, AB hasili, loqaritmin qarşısında olsaydı, vurmanı toplamaya keçirə bilərdik. Bayaq bir xassə var idi. Loqaritm A əsasdan B, üstə gələk A əsasdan C, bərabərdir. Loqaritm A əsasdan B vuraq C. Yəni, bu hasil qabaqda olardı da. O zaman nə edirəm? Mənə sərf eləyir ki, bunların yerini dəyişim. B ilə AB-nin yeri dəyişsəm, cavab tərs çevrilər. Bayaq dedik ya, loqaritm A əsasdan B, B əsasdan A ilə tərsdir. Məsələn, loqaritm A əsasdan B 3-dürsə, B əsasdan A 3-də 1-dir. Tərsidir. O zaman yerini dəyişirəm. Əgər loqaritm AB əsasdan B 2-dirsə, B əsasdan AB 2-də 1-dir. Vurmanı da toplamaya keçirdirəm. O da olur loqaritm B əsasdan A üzərinə gələk. Loqaritm B əsasdan B bərabər 2-də 1. Loqaritm B əsasdan B elə 1 deməkdir. Qalır loqaritm B əsasdan A üstünə gələk 1, 2-də 1-dir. Və loqaritm B əsasdan A bərabərdir 2-də 1 çıx 1, yəni mənfi 2-də 1. Bax belə.